İyunun 6-da Kaliforniya ştatında Los Angeles'te qeyri-qanuni mühacirlərin kütləvi saxlanılmasına start veriləndən sonra azı 44 nəfər miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq həbs edildi. Hüquq mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə etiraz aksiyaları başladı. Bəs bu aksiyaların nəticəsi nə ola bilər? Həbslərə qarşı etirazlar daha da kəskinləşəndən sonra Trump etirazları yatırmaq məqsədi ilə Los Angelesə əlavə 2000 milli qvardiya əskəri və 700 hərbi dəniz piyadası hərbçisinin göndərilməsini təsdiqləyib. Trump hətta 1807-ci ildə imzalanan üsyan aktından da istifadə etməyə hazır olduğunu bildirib. Bu akt ABŞ prezidentinə federal hökumətə qarşı silahlı üsyanı yatırması üçün Birləşmiş Ştatların ordusuna səlahiyyət verməsini təsdiqləyən federal qanundur. Bu hadisələrdən sonra Kaliforniya qubernatoru Gavin Newsom Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'a, Pentagona, həmçinin Müdafiə naziri Pete Hegsethə qarşı məhkəmə iddiası qaldırıb. Bununla yanaşı Kaliforniyanın baş prokuroru Rob Bonta da prezidentin ştat qubernatorunun razılığı olmadan ordu yeritməsini birmənalı qarşılamayıb. Los Angelesin meri Karen Bass da əyalətə federal müdaxilənin yolu verilməz olduğunu bildirib. Bütün bunlar isə Kaliforniyanın ABŞ-dən ayrılması ilə bağlı məsələni yenidən gündəmə gətirib. Vəziyyəti sakitləşdirməyə əvəzinə hərbi üsulla cavab tədbiri mövcud gərginliyi daha da artırıb, geniş miqyaslı ictimai narazılığa səbəb olub və hakimiyyətlə yerli qurumlar arasında yaranmış uçurumu dərinləşdirib. Qubernator Gavin Newsomun rəhbərlik etdiyi Kaliforniyanın etirazı isə təkcə bölgəyə qoşunların yerləşdirilməsinə görə deyil. Bu, eyni zamanda ölkə daxilində artan narazılıqlara dəstəkdir. Bu isə ölkənin siyasi mənzərəsi üçün çox ciddi risklər yarada bilər. Trump'ın bu hadisələri üçüncü qüvvələrin törətməsi barədə iddiaları daha çox məsuliyyəti öz üzərindən atmaq bir məqsədi daşıyır. Onu da nəzərə almaq lazımdır ki, qarşıda 2026-cı ildə ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək və belə bir vəziyyətdə Trump administrasiyasına qarşı bu aksiyaların başlanması heç də ABŞ hakimiyyətinin xeyrinə deyil. Məsələnin digər tərəfi isə Trump'ın imici ilə bağlıdır. Çünki Kaliforniya kimi böyük və təsirli ştatlarda sosial ədalət və miqrasiya hüquqları siyasəti ilə bağlı gərginliklər onun imicinə zərbə vura, bu da onun impichmentinə qədər gətirib çıxara bilər. Hadisələrin gedişatı isə yalnız Kaliforniya və Trump'la məhdudlaşmır. Bu bütövlükdə Amerikanın gələcək siyasətinin formalaşmasına belə təsir göstərə bilər. Yəni bu hadisə ya gələcək prezidentlər üçün də güc nümunəsindən istifadəni gündəliyə gətirə, ya da etiraz siyasətinə yeni zəmin yarada bilər. Həm əhali arasında administrasiyaya qarşı etimadsızlığın şahidi oluruq, həm də ki, yerli hakimiyyət orqanları ilə, ştatların rəhbərləri ilə deməli Trump administrasiyası arasında fikir ayrılığı yaranıb və bu da onunla nəticələnir ki, gələcəkdə ABŞ-ın siyasi palitrasında biz təmiz fərqli vəziyyətin yaranmasına şahid ola bilərik.